Değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri Bərdə Maşın Bazarından salamlayıram. Maşınların qiymətləri ilə maraqlanıb sizləri tanış edəcəyik. Qardaş, Allah xeyir versin. Sağ ol, Allah sizinlə canı sağ eləsin ki, gəlib belə işlər görürsünüz, Allah razı olsun. Maşın ili 94-dür, 1.8-dir, avtomat korovkadır, kondisioneri yoxdur, kondisionerini çıxardıblar. Sürüyü yox, motor yağı yemir, sadə maşın. Maşınınız C-Class, Mercedes C-Class. C-Class 180C, 180. Nə vaxtdan sizdədir maşın? 8 ildir məndədir maşın. İl? 8 il, bəli. Maşın da öz adımadır. Ay maşallah, yəni, nömrəsi də. Bəli, bəli. İnşallah satıb daha yaxşısını alır. İnşallah, inşallah. Qismət olarsa, yəni təzə gəlmiş. Alınarsa, Allah xeyir versin. Alana da, satana da. Amin inşallah. Çox sağ ol, sizə də Allah razı olsun. Maşınımızın mühərriki neçə kubdur? 1.8 mi? 1.8-dir, bəli. Benzindir. Bəli, benzinli avtomat korovkadır. Necədir mühərrikdə vəziyyət? Şükür yaxşıdır, hər şey qaydasında. Motor yağı yemir, korovkada geyişmə yox, hər şey yaxşıdır. 435 min göstərir. Bəli, bəli. Nə qədər orijinaldır da deyə bilmirəm. Bəli. Motoru nə zaman yığdırdınız? Motor yığılmayıb, elə özüdür. Alandan elədir, məndədir. Motor yığılmayıb. Sizdən əvvəldəki bəli, xeyr, yox, yığılmayıb. 8 il məndədir, yəni problem yoxdur. Yağ azaltması yoxdur. Heç nə, yağda yemir, bəli, hər şey qaydasındadır. Yanacağı nə qədər yandırır? 108 litr. Kondisionerdəki deyirsən kondisioner yoxdur, yox, çıxardıblar, yox. Avtomat korobka? Bəli, avtomat korobka. Gecikmə, vurma? Heç nə yoxdur. Motor yağı yemir. Necə? Normal, şükür. Difer də yaxşı deyirsiniz. Altında zədə yoxdur, polunda? Yox, yoxdur. Özüm də hərbiçiyəm, sürüb gələm, problem yoxdur yəni. Aha, Allah hərbiçilərimizi qorusun. Sağ ol, Allah razı olsun. Peredokun səs-küyü varmı? Yox, yoxdur, yaxşıdır, normaldır. Peredokda normaldır. İlinə görə yaxşıdır, yəni sürüyü də yoxdur, özünüz də baxdınız yəni. Təkərlər də yaxşıdır. Bəli, təkərlər də hamısı yaxşıdır, yəni disklərdəki zədələnib, zədə yoxdur ki disklərdə? Yox, yox, yoxdur. Aha, disklər yaxşı. Maşınımızın kosmetik işləri var elə bilməm. Bəli, biraz kosmetik əl gəzdirmə güncülü var, yəni ona görə də aşağı qiymətə verirəm. Dəyişəni bilmədiniz? Qapı, krel, kapot? Heç nə yox, dəyişən heç nə yox. Hamısı özünü? Bəli, bəli, hamısı özünü. Yəni. Ön alın şüşəsində sərnişin bir dənə papresdə bəli, çatdaq var, o da daş atıblar təbii. O da yəni qiymətdə razılaşarıqsa aradan qaldırarıq. İnşallah. İnşallah. Yan şüşələrində yoxdur ki, qırıq çatır? Xeyr, heç nə yoxdur. Qırıq sökülür. Əllə mi qalxır, düymə ilə mi qalxır? Yox, qabaqlar hamısı ki, pnopkadır, arxa əllə. Əllə. Bəli. Şiti təmizdir. Bəli, tarpetdə çatdaq yoxdur, hamısı öz qaydasındadır. Oturacaqlara çol çəkilir. Silenalar belə yığılıbdır, qapılar absovkadır, yığılıbdır. Parça olub da yəqin əvvəl. Bəli, bəli. Qapılar absovka yığılıb, patolog da yığılıbdır. Yəni xərc çəkilib. Əlavə məlumat almaq istəyəndə yəqin sizi narahat eləyə bilər. Problem deyil, yığa bilər. Telefon nömrənizi deyin. Nömrəmi də deyim 050 870 57 13. Maşınımızın qiyməti neçə? Qutaran son qiyməti 6000. Ondan aşağı. 6-dan aşağı düşməyəcək. Yox, yox, yox. Hardadır maşınımız? Mingəçevirdə. Hal-hazırda Mingəçevirdə, bəli. Uğurlar arzu edirəm qardaş. Çox sağ ol, sizə də Allah razı olsun ki, belə verilişlər çəkilir. Allah sizin çörəyinizi yetirsin, Allah əziyyətinizi itirməsin. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Əməq Allah xeyir versin. Çox sağ olun. Maşınımız Volga 31 gedir də, eləmi? Bəli, bəli. 31 nə? 02 mi yoxsa? Yox, 31. 29. 31 gedir. Elə 31. 29 olmalıdır deyəsən. Hə, 029. Buyurun, məlumat verin bilək necə maşındır? Yaxşı maşındır, il 2005-dir. Probeg azdır, 147 min probegdədir. Siz nə vaxtdan işlədirsiniz? Biz 1 ildir hardasın. Etibarnamədir mi yoxsa Bəli, öz adınıza? Etibarnamədir, yaxın adamın adınadır. Özümüzün maşınımız. Yəni sənədlər qaydasındadır? Qaydasındadır, problem yoxdur, heç bir problem yoxdur. Alandan sonra xərciniz oldu mu maşınınıza? Yox, heç bir xərcim olmayıb. Elə necə almışsınız o vəziyyətdə işlədirsiniz? Lap yaxşı. Mühərrik bunlarda? 2-4. Enjektor. Necədir mühərrikin vəziyyəti? Yaxşı. Nə zaman yığılıb bilmirsiniz? Açılmayıb, motor açılmayıb heç. Yağ azaltması nə qədərdir? Yağ yeməsi də yoxdur, probeg azdır. Səsi də yaxşıdır mı? Yaxşıdır, hər şey qaydasındadır. Korobkası? Qaydasındadır. 5 olur da bunlarda? 5-dir, bəli. Atması, səsi? Yox, heç bir şey yox. Difer Diferi də qaydasındadır, səssiz adı heç nə yox. Poluna baxmamısınız altına? Polu yaxşıdır, təkərlərin 4-ü də təzədir. Zədəsi yoxdur da, çürüyür? Yoxdur, heç nə yox. Peredokda səs-küyü necə? Heç bir şey yox, heç bir şey yox. Maşınımız yaxşı. Maşının təkərləri normaldır deyirsiniz, diskləri yaxşıdır, balans olub, razvala girib, yəni qaydasında. Dəyişənlərini də deyin də bizə. Dəyişirəm, bir dənə pompanı dəyişmişik.
Yox, qapı, krel, Yox, qapı. onlar Dəmir Zavodskoy. hissələrindən. Yox. Zavodskoy nə gəlib? Kraska vurulmuş olar. Bir dəhə vurulub, bəli. Kosmetik işi yoxdur ki hazırda. Yox. Hal-hazırda yoxdur. Aynaları təmizdirmi? Qırıq Təmiz. çat yoxdur. Yox. Əldən qalxır yan aynalar. Qalıb. Puntlandı. Kamera ilə də təchiz olub. Arxa görüntü kamerası da var Var, hətta. hamısı var. 4 tərəfli. İşti təmizdir. Partdağı yox, şey yox. Oturacaqlarda bircə dənə sürücü tərəfdə Hə, süzülmələr özünün- var. Özünün alt oturacaqları yaxşıdır. Çuxollarda bəyaz süzülmə var. Qiyməti neçədir? 6500-də deyirik. 6-5-ə deyirsiniz. 6000 sayan olsa nə demək olar? Fikirləşərik. Hansı rayondasınız? Sabirabad rayonundan. Abi uzaqda yol gəlmişsiniz qardaşım. İnşallah bu gün satarsınız. İnşallah. Əlaqə nömrənizi deyin də. 050 408 45 25. Allah xeyir versin. Çox sağ olun. Siz də sağ olun. Qardaş Allah xeyir versin. Sağ olun, sağ olun. Maşınınız Opel Astra. Astraş. Buyurun məlumat İl verin. 2005, qiymət 10200. Ha. Nə vaxtdan Motor sizin bu 1.4 maşın? benzin. Azı 2 ildir. Aformt olunub? Bəli, bəli, öz Öz adınız olan maşındır. Alandan sonra xərciniz oldu mu maşına? Saç qəfərdə də dəyişmişəm. Ha. Nə bilim, də əlavə işlər görmüşəm yəni. Motor nə deyirsiniz? 1.4 benzin. Necədir motor vəziyyəti? Yaxşı. Yığdırmadınız, açdırmadınız. Yox, mən açmamışam. Yəni bu yorulmayıbdı. Yağ azaltması nə qədərdir? Yağ azaltmıram, hələ ki sürürəm. Yəni klapan sanklarını dəyişdirmişəm. Səsi də yaxşıdır. Bizə yaxşıdır. Kondisioner işləyirmi? İşləyir, hər bir şey işləyir. Korobkası 5-dir. mexanikadır. Bəli, bəli. Atması falan yoxdur. Yox. Ön çəkən maşındır. Peredokda vəziyyət necədir? Yaxşı. Qranatların səsi yoxdur. Yox. Təkərlər də ki, hələ ki işlətmək olar, Ha. bilirmi? Ortada, təkərə orta zəng. Altı necədir? Polo. Polu yaxşıdır. Zədə yoxdur ki. Yox, çürüyür, darı, vuruğu, yəni. Elə bir sürtən yerlər olub, kraskalatmışam. Dəyişilənləri varmı maşının? Yox, dəyişən yoxdur. Qapı, krel, kapot. Yox. Kraska vurulub. Kraska deyən yerlər var. Hətta zavod kraskasından dersi qalıbdı. Qalıbdır bəli. Hazırda kosmetik şey elə bilirəm yoxdur. Yox, kosmetik işlər yox. Aynalarda vəziyyət yaxşıdır. Qırıq çat yoxdur ki heç birində. Yan güzgülərdə bir dənə Aha. Düzgünün arxasındadır, hə, ha? yan güzgüdür. Yəni kapursun kaprondur yarası. Şüşələri təmizdir. Bəli. Dördü də düymə ilə qalxır yan şüşələr. Yox, qabaqlar. Ancaq önlərdədir. Bəli. İşte elə bilirəm təmizdir. Qırıq çat yoxdur. Xeyr. Oturacaqlara çuxol çəkilib. Bəli. Altı Çuxol çəkib. parça deyəyin. 6 parçadır. Zədə yoxdur ki. Yox. Maşınınız normal maşın. Monitorda hətta quraşdırılıb Bəli. sonradan. Əlavə məlumat almaq istəyən sizinlə əlaqə saxlaya bilər. Əlaqə nömrəniz 051 979 0059. hansı rayondasınız? Tərtər rayon. Qiymətini də dedik 10.000, 10200. 10.200. Endirimə qədər eləyək. Biz baxanda zaman danışırıq. 400-500 endirim varmı? Olar. Danışma olar. Uğur var qardaş. Oldu, çox sağ ol. Siz də sağ olun. Altın qaldırmaq olarmı? Qardaş Allah xeyir versin. Sağ ol, sağ olasın. Sağ ol. Opel Astra gedir. Opel eləmi? Astra, universal. Buyurun məlumat verin. Bilək necə maşındır? 2010-cu il bez kraska, bez detal. Təkərləri təzədir. Nə vaxtdan işlədirsiniz? 2 il özümüzdədir. Etibarnamə aformu. Yox, aform. Sənədlər necə? Sənədlər hamısı qaydasında. Motor nömrəsi düz, qoza nömrəsi düz. Mühərrik nədir bunlardan? 1.4 benzin, sadə motor. 1.4 benzin. Necədir mühərrikin vəziyyəti? Mühərrik saat kimi hər bir şey qaydasında, vaxtında qulluq olunub. Açılıb yığılıbmı yoxsa? Xeyr. Əl dəyməyib. Əl dəymir. Remen oldu da bunlarda sep deyil. Xeyr, sep. Sep olur. Sep. 1.4 motor. Yağ sep. azaltması, səsi Qətiyyən olanmaz. olmasın. Korobkası Korobkası da öz korobkasıdır. mexanikadır. Mexanikadır. 5 korobkadır, zadından 6-da belə deyim. Problemi yoxdur ki korobkanın. Heç bir problemi yoxdur. Maşın otursur vəziyyətdədir. Ön çəkən maşındır. eləmi? Bəli, qranatdır. Peredokda vəziyyət necədir? Ürəyin istəyən kimi hər bir şey qaydasında. Qranatların səsi,
filan. Heç bir şey Heç ola nə bilməz. yoxdur. Heç bir Səsi küyü yoxdur. Xeyr, xeyr. Təkərlərdəki deyirsiniz, Təkərlərdə yaxşıdırmı? göstərə bilərsiniz. Təkərlər yaxşı. Disklər sadə disklərdir. Bəli, öz Qalpaqlandı. diskidir. Hə, qalpaq. Altında zədə yoxdur, polunda. Qətiyyən maşın udar görmür, sürülmür. 225 min kilometr yürüyüşü var. Sürülmür. Beskraska maşındır. Heç bir yerinə kraska. Detal dəyişikliyi versiyası yoxdur. Xeyr, xeyr. Heç kraskada dəymir. Xeyr, kraska dəymir maşın. Aynalar yaxşıdırmı? Qırıq-çat yoxdur ki, heç Yox, birində. yox, qətiyyən ola bilməz. Ön aynalar düymə ilə qalxır, arxalar əllə. Bəli, bəli. Arxalar rusnoydur, Aha. qabaqlardakı padyondur. Maşının şütürə elə biləm yaxşı deyiləm, yoxdur zədəsi. Yox, yox. Oturacaqlar parça salondur. Öz zavodskoy salonu. Aha, sürü zədə parça- yoxdur ki. Yox, yox, yox. Kondisioneri demədik, yaxşı işləyir. Kondisionerdə ürəyin istəyən kimi buz kimi. Hər bir şey qaydasındadır. Əlavə də məlumat almaq istəyən yəqin sizlə əlaqə saxlaya bilər. Bəli. Əlaqə nömrəniz? 051 891 0405. Qiyməti neçədir maşınınızın? Qiymətdəki 10800-ə deyirik. Təcili pul lazım olduğuna görə bu qiymətə verirəm. Bütöv Yəni, real- 10 təklif eləsələr nə demək olar? Razılaşarıq da, razılaşarıq. Əsas o da əlaqə saxlasın. Bəli. Hansı rayondasınız? Bərdən. Bərdən. Uğurlar qardaş. Sağ olun. Sağ olun. Siz də sağ olun. Qardaş, xeyirli olsun. Sağ olam, sağ ol. 07 maşını Hə. satırsınız. Hə. Buyurun məlumat verin. Bilək necə maşındır? Həmin 07 deyil, 2009-dur. 2009-dur. Mostdur, motordur, karovkadır, bir dənə problem yoxdur. Aparatura sistemi var. Ondan Nə sonra. vaxtdan sizindir maşın? Maşın hardasa olar da bir 2 aydır bizdədir. Etibarnamədirmi sənədi? Hə. Yoxsa format olunubdur? Format olunub. Format olunub. Öz adın olan maşın. Hə, hə. Xərclər necə? Alandan sonra xərc çəkilir maşınıza? Yox. Elə necə anı o Net vəziyyətdə? net almışıq eləcədir, yəni xərc qoymamışıq maşına. Motor 06-dır. Motor 06-dır. Yağ azaltması nə qədərdir? Bir damcı da yoxdur. Səsi yaxşı. Diferdə səs yox, most ideal yəni. Xadavoyunda səs Karovka yox. necə? Karovka 5-dir. Atması səsi yoxdur. Yox, heç bir şey. Most da yaxşıdır. Aha, yəni otur sür maşındır. Bir şey çıxsın maşını yəni. Altında vəziyyət necə? Polunda Altında super vəziyyət. Yəni bir dənə çürük, pas deyilən şey yox. heç olmayıb çürüyü. Yox. Teredokun səs küyü necə? Perodok yəni perodok təzə yığılıbdı. Yəni alan adam demiş ki, perodok təzə yığılıb. Yəni bizdə olandan bərdəki hələ ki səs yox. Təkərlərdəki normaldır. Hələ Təkərlər işlətmiyorlar mı? normaldır. Təzə təkərlər. Dəyişilənləri hansıdır? Qapı, kril, kapot, Dəyişənəm bir dənə bu krilo. sürücü tərəf kril Aha. dəyişilibdir. O da belə vurğulu. dəyişilib. Bekara batığı olub. Yəni buradan bekara batığı onu da düzəldib usta yəni. Biri var udarala möhkəm ola, yəni elə olmayıb, yox. Kraskadakı tam vurulubdur. Kraska da yəni zavod vuran kraska. Aynalarda vəziyyət necədir? Qırıq-çat yoxdur ki? Yox, heç bir şey yəni. Yan aynalar önlər düymə ilə qalxır. Pult sistemidir, podyomnikdir yəni. Önləri düymə ilə qalxır. Düymə ilə. Qapılarda pultla bağlı. Qapılar da pultla bağlanır açılır. Çitin üstündə neçə dənə çat var? 2 dənəsini görürəm. Onun gün partladı. Yəni o bizdə olan alanda elə deyildi. Yəni onun gün eləyib. sonradan olur. Hə. Oturacaqlar ancaq yaxşıdır. Oturacaqlar yəni Yox ki, çoğu cırıq yox, söküntü yox. heç bir şey yox. Əlavə məlumat almaq istəyəndə sizinlə əlaqə saxlaya bilər yəqin ki. Telefon nömrəniz. Telefon nömrəsində 050 701 43 60. Hansı rayondasınız? Goranboy rayon Xanqərvən kəndi. Qiymətini də deyin də maşınınızın. Qiymət əmi 7700-ə deyirik. Real alıcı olsa aşağı yuxarı olar. Töv 7 verən olsa vermək olar. Vallahi 7-5 veriblər, heç verməmişik. Yəni nə yalan deyək burada. Allah bazar versin. Sağ ol əmi. Sağ olun. Bunu da qaldır. Ay. Ya yox açma. Bu qıraq. Ya. Qəşəng gör. Usul tel yoxdur. Usul tel var. Yox, tel yox. Qardaş Allah xeyir versin. Sağ olun qardaş. Sizdə də Vaz 2107 maşını. 07 bəli. Buyurun məlumat verin. Bilək necə maşındır maşınınız? 2006-cı ildir qardaş. Zavod detallarıdır, dəyişən heç bir detalı yoxdur. Kraskası olan yerləri var. Əlavə yəni bütün sosteniyası normal vəziyyətdədir. Nə vaxtdan sizindir bu maşın? Maşını təzə almışam mən. Təxminən 5-6 ay bundan əvvəl.
Sənədi nədir? Aformut etibarnamə. Etibarnamədir. Sənədlər necədir? Yaxın adamından da etibarnamə, 1 illik davamiyyəniz verə bilirəm. Texas motor sığortası var. Başqa da nəyin Yəni alqı-satqıda problem olmayacaq. Xeyr, təbii Bax, ki. yaxşı. Alandan sonra xərciniz oldu maşınınıza? Nəsə düzəltdirdinizmi? Bəli, əlbəttə. Oldu. Təxminən bir 700-800 manat xərcləymişəm. Nələr idi o elə? Var idi, xadavoyunda işlər var idi, təkərlər var idi, ondan sonra bəzi digər işləri var idi ki, onları elədim, aradan qaldırdım problemləri. Mühərrikinə baxdırmadınız? Mühərrikini baxdırmışam, normal vəziyyətdədir. 06-dır mühərrik, 03. 03 mühərrikidir. Yığılmış olar da yəqin ki, mühərriki. Onun Sizdən dəqiq əvvəl. məlumatım yoxdur. Yəqin ki, ya da bilmək olmaz. Hazırda yağ azaltması var. Xeyr. Səsi yaxşıdır mühərrikin. Əla vəziyyətdədir. Karobkada vəziyyət necədir? O da əla vəziyyətdədir, dəyişilib, təzə karobka qoyulub. Difer də yaxşı vəziyyətdədir. Səs yoxdur. Sizdən əvvəl dəyişilib karobka. Bəli. Diferdə də səs yox. Xeyr, yox. Polda necədir vəziyyət? Zədə varmı? Çürük, pas, polunda? Yox. Zavod nə cür buraxıbsa o cürdür. Yəni Danqrat yerləri durur mu? əla vəziyyətdədir. Qəşəng. Peredokda vəziyyət necə? Onların hamısını xərcləymişəm, düzəltmişəm. Hə, onlar problemləri aradan qaldırmışam. Səs-küy yoxdur artıq. Yoxdur. Təkərlər normaldır. Normaldır. Dəyişilən deyirsiniz yoxdur. Dəyişən detalı yoxdur. Heç bir detalında dəyişmə yoxdur. Kraska necə? Tam vuruldu mu? Kraska demək olar ki, tam hə. Bir dənə damından başqa tam vurulur. Ön alın şüşəsində çatı var. Var. Bu hissədə yuxarıdadır. Çox da elə narahat eləyən yer deyil. Yanlar təmizdir yəqin ki, yoxdur ki, qırıq çat yan aynalarında. Yox. Heç birində. Bir Əllə dənə mi qabaq şüşədir. qalxırlar, yoxsa düymə ilə? Bəli, əllə. Şitin üstündə çatı var bir iş yerində. var. Oturacaqlar necədir? Yaxşıdır. Oturacaqlar əla vəziyyətdədir, dəridir. Qollanıb, aha, normaldır. Maşınımızın qiyməti neçə? 5800 manata deyirəm, razılaşmaq olar alıcı ilə. 5200, 5300 təklifi gəlsə. 5800 manata deyirəm, razılaşmaq olar. Əsas o da əlaqə saxlasınlar. Bəli. Telefon nömrəniz? 050 354 21 91. Hansı rayondasınız? Bərdə rayonunda. Uğurlar arzu edirəm. Təşəkkür, minnətdarım, çox Siz sağ də olun. sağ olun. Dəyərli izləyicilər, bu cavan oğlan babası ilə bir yerdə gəlibdilər maşınlarını satmağa. Özü də bizim kanalın izləyicilərindəndir. İzləyicilərimin hamısına buradan salam göndərirəm. Bilirəm ki, hamısı da bax bu qardaşımız kimi gözəl insanlardır. Xoş gördük sizi Bərdə maşın bazarında baba. Maşınınızı satırsınız. Bəli. İl 98, Karobka 5, motorunda falan səs yox, diferensiya kimi. 2 yarıma deyirəm, motor 06 motordur. 2 yarıma deyirəm, endirim olar cüzi. Nə vaxtdan sizinkidir? 1 il olar. Aformut İyi, olunub yoxsa etibarnamədir? Etibarnamə. Etibarnamənin. Sənədlər necə? Qaydasına da. Yəni vaxtına var etibarnamənin yoxsa? İkinci ili təzə almışam. Yəni köhnə sahibini tapıb təzə taverini salmaq olarmı? Allah Tapdım, təzə almışam. təzə almısınız. Nə gözəl, nə gözəl. Xərc çəkmisiniz maşınımıza? Hə, təkərdə də alıb. Kəmal bir xərçəyin, ancaq təzə təkər. Motor 06 deyirsiniz. Motor 16 bəli. Necədir motorun vəziyyəti? Yaxşıdır. Tarafda motor gibi yaxşıdır. Yağ azaltma, səs. Yox. Karobkası da deyir yaxşıdır. 5'li karobka. Karobka 5'li, döşəkli, rəngli. Gedə çalışan verir. Diferdə vəziyyət necə? Yaxşıdır, 8000 difer. Səsi yoxdur. Altı necə? Çürüyü, pası, Sürüyü Onu biraz var. baxmamışam heç. Biraz istəyəsən var. danqrat yerləri salamatdır. Salamatdır. Danqrat yerləri deyir salamat deyir babamız. Peredokda səs-küy yoxdur. Yox. Peredoku yaxşı. Təkərləri yaxşıdır, normaldır. Maşınımızın nə qalıbdı? Dəyişilənlərin Bir dəyişməmiş heç. ili neçə idi? 98. 98-in maşını. Aha. Kosmetik işləri də var elə bilirəm, müəyyən Hə, yerlərində. salonda Bakan var, bir də yerləri kraskaya var. ehtiyacı var. Aynalarda vəziyyət necədir? Yaxşı. Qırıq çat yoxdur Yox, ki. yox, yox. Aynalar təmiz, şitin üstündə çox cüzi çatları var. Çatlar var. Oturacaqlarda da sərnişin tərəf oturacağın Hə. biraz süzülməsi var. Aynen. Bir də normallı maşındır. Qiyməti də ki 2-5'ə deyil. 2500-ə deyirsiniz. Endirim Aşağı 2-3'ə, sonu 2-3'ə vermək olar. hansı rayondadır maşın? Tərtər. Əlaqə nömrəniz? 050 600 44 31. Uğurlar arzu eləyirəm. Çox sağ ol. Baba sizə də can sağlığı arzu eləyirəm. Siz də sağ olun.
Allah xeyir versin qardaşım. Sağ olun, çox sağ olun. 06 maşın. Bəli. Buyurun məlumat verin bilək necə maşındır? Qardaş, maşın ili 94-dür. Motor 03, karabkada 5. Ya maşın ideal vəziyyətdədir, göz qabağındadır. Yəni xərci, xəsarəti heç bir problem yoxdur. Motor, karabka, diferdə yəni çiçək kimidir də, heç bir səs küyü yoxdur. Çoxdan işlədirsiniz? Xeyr, yeni almışam. Arası 4-5 ay olar. Alandan sonra xərcləriniz olub? Elə belə xırda para. Yəni elə ciddi bir problem olmuyor. Sənədləri necə? Hamısı qaydasındadır. Texniki baxış, sığortanın vaxtında da 7-8 ay var hələ vaxtına. Motor nədir? Motor 03-dür, karabkada 5. Motorda vəziyyət necə? İdeal, saat kimi işdir, heç bir problem yox. Yağ azaltması? Xeyr, xeyr, qətiyyən. Səsi də yaxşı. Bəli, bəli. Karabkada 5 deyirsiniz? Bəli, karabka 5-dir. Atması, səsi? Xeyr, xeyr. Təkərlərin 4-ü də təzədir. Diferdə səs yoxdur ki? Xeyr, xeyr, qətiyyən. Lassa təkəri 4-ü təzədir. Pol qardaş, çiçək kimidir, heç bir problem yoxdur. Çürük sarğı heç nə yoxdur. Olan çıxıb yəqin, yoxsa heç? Xeyr, ümumiyyətcə yox, çürük olmayıb heç. Danqrat yerləri salamat? Bəli, bəli, salamatdır. Perodokda səs-küy yoxdur? Xeyr, xeyr qardaş, heç top kimidir maşın. Yəni 1 manat xərc tələb eləmir də, al otursun. Təkərlər yaxşıdır. Bəli, təkərlərin 4-ü təzə Lassadır özü də, bahalı təkərdir. Dəyişilənlər, kapot, kri. Heç bir detal dəyişməyib, hamısı özününkidir. Zavoddan gələnlər. Bəli, bəli, zavod detallarıdır. Kraska yəqin ki vurmuş olar da. Bəli, bəli. Hazırda yoxdur kosmetik. Xeyr, xeyr. Tək bircə dəfə kosmetik alanıb da, yəni. Bir dəfə. Yəni başımız sıxır, bəli. Özümüzdə olmasa da maşın, amma yəni tanıdığımız maşındır da. Gözəl. Aynalar təmizdir, eləmi? Bəli, bəli. Xeyr, xeyr, heç bir qırıq çat heç nə yox. İşdə vəziyyət necə? İşdə bir yerində çat. İşdə bir yerinə zavod öz radına işdə olduğunu üçün dəyişməmişəm də. Oturacaqlar da yaxşıdır. Bəli, bəli, bəli. Maşınınız normal maşındır. Bəli, hazır vəziyyətdədir maşın. Qiyməti neçədir? Qiymət 4700 manat. Endirim nə qədər eləmək olur? Endirimi oradan bir 200 manat çıxaram. Yəni təmiz 4500 manata real alıcıya verərəm. Hansı rayondasınız? Ağdam. Əlaqə nömrəniz? 051 950 99 95. Allah xeyir versin. Sağ ol, çox sağ olun. Allah Siz də köməyiniz olsun. Sağ olun. Bezini qaldıra bilirsən. Altı yağlı çisəlin Yağlanıb. Kliyonkalar. Qardaş, xoş gördük sizi Bərdə maşın bazarında. 07 maşınınızı satırsınız. Bəli. Buyurun, məlumat verin bilək, necə maşındır maşınımız? Yaxşı, hər şey normal. İli 2006-dır. Bir dənə bu krilosu dəyişib. Son da 4900. Nə vaxtdan sizindir bu maşın? 10 il. Aformutda yəqin ki, Bəli, eləmi? bəli. Aha. Maşınımızın mühərriki nədir? Elə 06 mühərrik də özüm. Necədir mühərrikin vəziyyəti? Qəşəng, super. Nə zaman yığıldı sonuncu dəfə? Mühərrik. Bəli. Elə 11 ildir bizdə də hələ yığılmayıb yəni, özünkidir. Sizdən əvvəldəki xəbəriniz yox. Ondan da xəbərimiz yox. Yağ azaltması nə qədərdir? Heç nə yoxdur, super. Səsi də yaxşıdır. Yaxşı, super. Karobka necə? 5. Səsi məsi heç nə yoxdur. Atması falan yoxdur. Xeyr, xeyr. Diferent səsi Difer necə? də qəşəngdir. Səsi yoxdur. Yox, yaxşı. Polda vəziyyət necə? Polda cüzi bir bələcə çürük var idi, onu da götür sürmüşük, yəni heç nə yoxdur. Hazırda yoxdur. Xeyr, xeyr. Danqrat yerləri salamat. Bəli. Perodokun səs-küyü necə? O da super, hər şeyini dəyişmişik. Piyaqalarını, nə bilim, hər şeyini. Daş kəsəkli yolda səs eləmir. Yox, yox, heç nə. Təkərlər təzədir deyirsiniz. Qabaqlar təzədir, lap təzə almışıq. Bir həftədir. Dallar Arxalar, biraz hə. var da. Aha. Maşınımızın dəyişiləni deyirsiniz, bir dənə ön sürücü tərəf krel dəyişilir. Bəli, bax bu krel dəyişir. O biriləri özününkidir. Hə. Kraskada yəqin bir-iki dəfə vurulmuş olar. Hə, biraz buralarına, nə bilim, kapoduna. Yox, hə. tam kraskalanmış olar. Tam beli öz kraskasıdır, motorxanası öz kraskasıdır, dal bagajı öz kraskasıdır. Elə bel demişkən, belində nəsə zədə Bu görürəm. yumruq izidir. Necə? Yumruq izi. Bir Əsəbləşir. dənə də arxada balacası var. Hə, onlar elə belə şeydir, hə, bu yumruq izidir. Yəni buralarında heç nə yoxdur. Bir yerin birdən aşırı beləyərsiz maşınınızı. Yox, heç. Aynalar təmizdir. Hə, super. Qırıq çat yoxdur. Yox, yox, heç nə. Gördüm. İşdə arxa o hissəsi var, orada bir-iki dənə zədəsi var, amma Bu 5 manatdır, bunun dəyişmək olur. O addelini dəyişir, 5 manat. maşınınız aynalar düymə ilə mi qalxır yanlara? Yox, yox. Əlləndilər. Oturacaqlarda vəziyyət necə? Qəşəng. Şkollanıb deyiləmi? Hə. Cırıq, sökük, Yox, çöküntü xeyr, xeyr. yoxdur. Qiyməti neçə dediniz? Sonu 4900.
Endirim eləməyəsiniz. Yəni 5-4-dən dedik, ondan aşağı yox da sonu odur yəni. 5-4-ə deyirik, 4-9-a yəni. Hansı rayondasınız? Yevlax rayonu Xaldan kəndi. Telefon nömrəsi? 070 302 79 80. Uğurlar arzu edirəm. Çox sağ ol. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. Çox sağ ol. Hyundai. Hyundai Galloper 97-ci il motor BMW yığılıb, 3 motordur. Özüm xüsusi təyinatlı əməliyyat taboru 079 nömrə hərbiçisiyəm, döyüşçüsüyəm. Şəxsi avtomobilimdir, Bərdə bazarında satışa çıxarmışam. 7500 manat qiymətə qoymuşam. Təkərlər də Toyota Land Cruiser'in disk təkəridir, zapaska ilə bir yerdə. Maşın ideal vəziyyətdədir. Bir dənə orijinal olan orada təzyiq göstəricidir, maşın balans göstəricidir. Onu çıxarıb Android monitor yerləşdirilib üstünə. Maşında orijinal olaraq heç bir dəyişiklik olunmayıbdır. Necə istehsal olunubsa o qaydadadır. Hal-hazırda da yəni öz motorunun səsini sizə təqdim edə bilərəm. Kod da istəyirsən bir dənə də. Maşınımız koddadır. Səsi normal. Bu işıqlarına da baxa bilərsiniz. Yaxşıdır, motoru söndür. Maşınımızın mühərriki deyirsiniz, dəyişildimi yoxsa özünün mühərriki? Xeyr, öz mühərrikidir. Sadəcə olaraq onun içinə lazım olan BMW-dən detallar yığılıbdır. Yəni motorun o səs xodda işləməsi üçün. Yəni sırf Bu BMW neçəydir motorumuzun? Motor 3-dür. 3 kubdur. Benzindir. Benzindir, bəli. Benzin sərfiyyatı nə qədərdir? 11 litr 100-ə. Kondisioner olan maşındır bu. Bəli, kondisioneri də var, peçi də, ikisi də ideal vəziyyətdə işləkdir. Hə, motorunu siz əlavə elətdirmisiniz. Bəli, güclü BMW serisi. Nə qədər serisi. vaxtdır maşın sizdədir? 1 ildir. Sənədi nədir? Sənədləri Davernislandır, bəli, etibarla, generalın etibarnamə ilə. Vaxtına var? Var, bəli, var. Sənədlər qaydasındadır. Hər şey qaydasında. Alıb-satda problem olmayacaq. Xeyr, heç hər şey, sığorta, texsimotor, hər şey keçirilir. Alandan sonra da xərc çəkirsiniz. Bəli. Motoru hazırda yaxşıdır. Bəli, motor, korobka, qoşa difer qoşulma hamısı ideal vəziyyətdədir. Heç bir problem yoxdur hazırda. Avtomat korobkadır. Avtomat tiptronikdir, bəli. Gecikmə, vurma yoxdur. Xeyr, gecikmə, vurma yoxdur. Hər ikisi çəkir, öndə, arxada. Bəli, onda Diferlərdə vəziyyət ideal vəziyyətdədir. Yoxlatdıra səs-küyü bilərsiniz. yoxdur. Bəli. Aha, qəşəng. Altı necədir? Dağa daşı qaldırıb deyirəm Alt, yox, xeyr, alt demək olar ki, ikili dəmir qoruyucu ilə ən əsas yerləri hamısı bağlanılıb, botlarla bağlanır, 13 botlarlandır. Ürəyiniz istədiyiniz yerdə də, yəni daşqaya, onun altdakı heç bir lazım detalına zərbə və yaxud da nəsə bir xəsarət yetirə bilmir. Səsi küyü yoxdur. Xeyr, maşın tam demək olar tozlu yerdə də sürsəz, yəni pəncərələrin qapanma sistemi, rezinləri saz vəziyyətdədir, içəriyə toz buraxmaq, səs buraxmaq hamısı çox əla. Periodokdur, şaravoydur, hamısı ideal vəziyyətdə. Təkərlər də ki, bahalı təkərlər. Bəli, bahalı təkərlərdir, bəli. Maşınımızda dəyişilən nəsə varmı? Qapı, kril, kapot? Xeyr. Dəyişən heç bir şey yoxdur. Yəqin ki, kraskalanmış olar amma. Bəli, kraskalanır. Kosmetik işi yoxdur hazırda? Xeyr, hal-hazırda yəni heç bir xərc tələb eləmir avtomobil. Aynaları da ki, yaxşıdır. Bəli. Dördündə də düymə gördüm. Aynaların dördündə də düymə gördüm. Bəli, aynaların dördüncü də qaldırıb yendirir. Öndən də istənilən vaxtda uşaqlar istifadə eləməsin deyə, yəni knopkaları aktiv bloklanması da var. Hər qapıda öz istədiyi kimi, yəni yenə düymələrlə yendirib qaldıra bilərlər. Qəşəng. Maşınımız maraqlı maşındır. Sözün açığı 3 dəfə. Şuşadan gəlib maşın. Hal-hazırda Şuşadadır. Mən özüm də yəni Şuşa sakiniyəm, Şuşada yaşayıram. Yəni maşınınızı görmək istəyən Şuşaya gəlsin. Bərdə yəni özüm düşüb təqdim eləyə bilərəm. Yəni gəlmək biraz portalla da çətindir gəlmək hal-hazırda ora. 5 günlük qonaq portalı. Bəli, qonaq portalı götürüb gəlib qonağım da ola bilər, gəlib orada da görüşə bilər məndən. Ürəyi istəsə, ya çətinlik çəksə,
özüm gəlib Bərdədə təqdim edə bilərəm. Əlaqə nömrənizi deyə bilərsiniz? 077 623 4158 Şəhriyar Məmmədli. Lap gözəl. Qiymətini də deyin də bizə. Qiymət 7500 qoymuşam. Real alıcı ilə yerində, yəni endirim eləməyə gücüm çatar. Yəqin ki 7000 düşünürsüz yoxsa? İndi minimum 7000 baxaram gələn insanın vəziyyətinə. Əgər 7200 minimum düşünürəm. Aha. Əgər yəni vəziyyəti əgər biraz aşağı olarsa 7000-ə razılaşaram. Uğurlar arzu edirəm qardaşım. Təşəkkür edirəm qardaşım. Bütün hərbi şəhərimizə də can sağlığı, Xoşdur, borcumuz da Allah şəhidlərimizə də rəhmət, qazilərimizə də Allahdan şəfa. Amin. Bir daha uğurlar qardaşım. Çox sağ olun, minnətdaram.